sifətin müqayisə dərəcələri. Sifətin müqayisə dərəcələri. Sifətin müqayisə dərəcələrini bölürük 3 yerə. Adi dərəcə, azaltma dərəcəsi, bir də çoxaltma dərəcəsi. Siz bilirsiniz ki, adi dərəcədə müəyyən bir əlamətin keyfiyyətin normada olduğunu bildirir. Azaltma dərəcəsi normadan az, çoxaltma da normadan çox. Aha. Gəlib sizdən soruşacağım, indi siz bilmirsiniz, sadəcə qulaq asırsınız. Deməli, siz bilirsiniz ki, məsələn, qırmızı müəyyən bir əlamətin normasıdır. Qırmızımtıl desək, onun normadan az olduğunu, qıpqırmızı desək amma normadan çox olduğunu göstəricisidir. Bildik yoldaşlar. Amma siz bilirsiniz ki, azaltma dərəcəsi də özü iki üsulla yaranacaq. Biz buna deyəcəyik morfoloji üsul, bir də deyəcəyik sintaktik üsul. Başa düşdük? Yadımızda saxlayırıq ki, morfoloji üsul qrammatik şəkilçilər vasitəsilə düzələcək və həmin qrammatik şəkilçilər də necədir? Vurğu götürən şəkilçilərdir. Morfoloji şəkilçilərə deyəcəyik ımtıl, ıntıraq, sof, şın, yanız və qıraq. Düzdürmü yoldaşlar? Deməli deyirik, nümunə çəkirik. Sarımtıl, sarımtıraq, uzun sof, qaraşın, sarı yanız. Bəli, yaxşıraq. Bunlar sadəcə olaraq, məsələn, yaxşıraq qeyri-məhsuldar səviyyədə işlənir. Şəkilçiyə görə yazırıq. Birincil şəkil morfoloji üsulla yaranır şəkilçilər vasitəsilə. Bu şəkilçilər də qrammatik şəkilçilərdir və vurğu qəbul edən şəkilçilərdir. İndi diqqətli oluruq. Sintaktik, üsul, azaltma dərəcəsi. Burada mütləq siz fikir verirsiniz bunların orfoqrafiyasına, yəni yazı qaydasına. Başa düşdük? Məsələn, sözlər vasitəsilə yaranır. Az qırmızı, necə yazıram azla düzələni? Az qırmızı deyə necə yazdıq? Ayrı yazdıq. Açıq, qırmızı. Necə yazdım yoldaşlar? Defslə. Ala, yarımçıq. Yeni necə yazdıq biz bunu? Defslə yazdıq. Kəm şirin. Gördüğünüz gibi biz bunu necə yazdıq? Bitişik. Sonra ay sağ ol. Təhər sözü necə yazaq? Göy təhər. Bunu da necə yazdıq? Bitişik yazdıq. Deməli başa düşdünüz ki, az qırmızı biz onu ayrı yazdıq. Açıq qırmızı ala yarımçıq defslə yazdıq. Kəm şirin göy təhər bitişik yazdıq. Amma burada sizin diqqətli olmalı olduğunuz məqamlar var. Nəyə baxırsınız yoldaşlar? Siz fikir verirsiniz ki, əgər məsələn qulaq, açıq qırmızıya sən deyəcəksən azaltma dərəcəsi. Niyə görə? Çünki özündən sonra, yəni açıqdan sonra nə gəlir mütləq? Rəng bildirən sifət, yəni əlamət bildirən sifət gəlir. Buna görə sən burada açığı dərəcə əlaməti hesab edəcəksən. Bildin? Amma bu şəkildə olsa, açıq qapı. Səncə açıq qapı sifətin azaltma dərəcəsi sayılır mı yoldaşlar? Çünki qapı burada nədir? İsimdir. Bu sadəcə olaraq necə qapı? Yəni düzəltmə sifət plus isim sxemində olan birinci növ təyin söz birləşməsi. Yəni bu artıq dərəcə əlaməti deyil. Məsələn, bəs bu şəkildə olsa yoldaşlar, yəni özündən sonra isim yox, bu şəkildə açıq qəlbli olsa, biz açıq qəlblini sifətin azaltma dərəcəsi hesab edə bilirikmi? Xeyr. Çünki bu həm birinci bitişik yazılıb, həm də ki açığı sən necə işlətməlisən?
əlamət bildirən sifətlərlə bitişik yazılmaz axı. Sən qayda vermisən ki, defislə yazılmalıdır. Açıq qəlbli nədir və sonda? Açıq qəlbliyə deyəcəksən mürəkkəb sifət. Deməli, nə oldu yoldaşlar? Açıq qırmızı oldu dərəcə. Açıq qapı özündən sonra isim gəldiyi üçün bu sadəcə düzəltmə sifətdir və hesab olunmur dərəcə əlaməti. Açıq qəlbli də mürəkkəb sözün tərəfini birləşdirən bir sözdür sadəcə olaraq. Yəni bu da dərəcə hesab olunmadı. Bildiniz bunu? İndi burada fikir verirsiniz nəyə? Açıq, aşkar, açıq, aydın. Sizcə bu açıq, aşkar və açıq, aydın sifətin azaltma dərəcəsi hesab olunurmu? Xeyr. Çünki özündən sonra gələn, yəni aşkar. Aşkar nə deməkdir? Gizli olmayan. Aşkara deyə bilirsən, yəni onu dərəcəyə görə dəyişib deyə bilirsən, açıq aşkar, yəni aşkarın biraz az səviyyəsi demək olur. Və yaxud da ki, aydını açıq, aydın dərəcəyə görə dəyişmək olurmu? Bunu deyə bilərsən, məsələn, açıq, aşkar söhbət, açıq, aydın söhbət. Yəni biz bunu qələmə verəcəyik necə? Özlə. Mürəkkəb, sifət kimi, yaxud, müştərək söz kimi işlənə bilir. Deyirsən ki, açıq, aşkar danışdı. O mənimlə bu söhbəti açıq, aşkar danışdı. Nə tərzdə? Nə oldu burada? Tərz hərəkət zərfi. Bu zaman sən ona dedin ki, tərzi, hərəkət zərfi. Bir də var deyirsən ki, o mənimlə bu haqda açıq, aydın danışdı. Nə tərzdə danışıb? Açıq, aydın. Bunu da götürəcəksiniz yeni tərz hərəkət zərfi. Çünki müştərək sözdür. Yəni bu məqamda özündən sonra isim işləsən mürəkkəb zərf deyəcəksən, fe'l gətirsən, tərz hərəkət zərf deyəcəksən. Amma azaltma dərəcəsi deyil. Bildiniz bunu? İndi gəldik çoxaltma dərəcəsinə. Deməli, çoxaltma dərəcəsi siz bilirsiniz ki, əlamət və keyfiyyətin nisbətən normadan çox olduğunu bildirir. Bir morfoloji üsulla yaranır, bir də sintaktik üsulla yaranır. Morfoloji üsul birinci qaydamız. M, P, R, S samitləri plus ca ədatı vasitəsilə yaranır. İndi bu ca söhbətin aid gələcəkdə biz keçəcəyik, bəzi müqayisələr eləyəcəyik, amma indi ilkin səviyyədə bundan danışa bilmərəm sizə. Bu pırasını necə düzəlir yoldaşlar? Məsələn, qırmızı sözünü götürürük, gözləyirik. Necə düzəldirik? Birinci heyecanı götürdük, son samitin itiririk. Sözü bütöv digər hissəyə yazırıq qırmızı. M, P, R, S-dan hansı uyğun gəlirsə, sən onu oraya ala bilirsən, olur qıpqırmızı. Başa düşdünüz? Ca ədatı da, məsələn, bilirsən ki, deyirsən ki, necə deyə? Xırda. Necə? Xırda. Xırdaca olacaq artıq burada ca ədatı ilə düzələn sifətin çoxaltma dərəcəsidir. İndi sintaktik başa salım sizə, ondan sonra bir neçə məqam deyim. Sintaktik üsul. Sən bilirsən ki, sintaktik üsulu ən, lap, daha, çox, olduqca ədatları vasitəsilə yaratdı. Düzdürmü yoldaşlar? Məsələn, deyirsən ki, ən gözəl uşaq. Deyirsən ki, məsələn, çox gözəl xətti var. Amma özündən sonra nə gəlməlidir dediyimin? Burada da mütləq özündən sonra isim gəlməlidir ki, bu gözəl sifət olsun. Ha, yoldaşlar, orası da var. Yəni, bu ədatları sifətdən əvvəl gətirəndə yalnız dərəcə əlamətin bildirəcək. Da, buradan sonra fe'l gəlirsə, ən gözəl yazırdı. O artıq sifətin deməli çoxaltma dərəcəsi hesab olunmur. Bir də daha sonra hansı sözlərlə düzəlir? Deyirsən ki, düm hissəci ilə. Dümağ necə yazılacaq? Dümağ bitişik yazılacaq. Bir dəqiqə yadınızda qalsın ki, burada aha bax. Gördüyünüz kimi fərqli şəkildə dəyişib, fərqli şəkildə dəyişən çoxaltma dərəcəsidir. Yəni fərqli şəkildə nə deməkdir? Yəni m-pırısı yox, gördüyünüz kimi bu formada dəyişib. Sonra bilirsiniz ki, siz balaca sözündəki canı görüb özünüzü çaşdırıb bunu qətiyyən
çoxaltma dərəcəsi kimi qələmə vermirsiniz yoldaşlar. Çoxaltma dərəcəsi kimi başa düşürük. Balaca burada kök olduğu üçün buna nə deyəcəyik? Adi dərəcə deyirik. Başa düşdük? Sonra burada sizcə dümdüz sözü sizcə morfoloji üsuldur, yoxsa sintaktik üsuldur? Ay sağ ol. Deməli, morfoloji üsul doğru variantdır. Çünki burada düz sözünün bəli, son samiti düşür. Düzü əlavə eləyəndə deyirsən dümdüz. Yəni dümdüzə deyəcəksiniz hansı üsul? Morfoloji üsul. Bildiniz bu hissəndə. Sonra siz burada bilirsiniz ki, orfoqrafiyasından başa düşdükdə yoldaşlar necə yazıldı. Bir də burada fikir veririk nəyə? Büsbütün, bir də bumbuz. Bunlar yoldaşlar çoxaltma dərəcəsi deyil. Bumbuzun kökü isimdir, büsbütünə nədir? Təbiət büsbütün gözəlləşmişdir. O da zərf hesab olunur, bəli, doğrudur. İndi siz mənə bir şey deyin. Siz mənə bir şey deyin yoldaşlar. Məsələn, tünd qırmızı. Tünd qırmızı. Bu hansı dərəcədir? Buna biz çoxaltma dərəcəsi deyəcəyik. Düzdürmü yoldaşlar? Bəs əgər tünd xasiyyət insan. Tünd xasiyyət. Biz buna nə deyəcəyik? Bu özündən sonra da bir söz əlavə edib bitişik yazılan mürəkkəb sifətdir. Biz dərəcə kimi götürsək bunu hansı dərəcə götürəcəksiniz? Əlbəttə adi dərəcə düzdür. Bəs deyirsiniz ki, tünd məcaz insan. Bu da mürəkkəb sifətdir. Dərəcə kimi götürəcək bunu adi dərəcə. Bəs belə desək, mənə tünd çay süz. Çay burada nədir yoldaşlar? Çay burada isim olduğu üçün biz buna çoxaltma dərəcəsi deyə bilərikmi? Xeyr. Çoxaltma dərəcəsindən, yəni tünddən sonra nə gəlməlidir? Sifət gəlir. Necə yazılmalıdır mütləq? Desdən yazılmalıdır. Tünd çaydakı tünd sadəcə olaraq adi dərəcədə olan sifətdir və söz birləşməsinin aslı tərəfi kimi iştirak edib. Bildiniz? Sonra nə deyim buradan sizə? Deməli, başa düşdünüz. İndi bir-iki dənə sual soruşum. Sizcə kəm savad hansı dərəcədir? Bir də fikirləşirik də. Kəm savad hansı dərəcə hesab eləyən yoldaşlar? Adi dərəcə, bəli, adi dərəcə. Çünki savad burada nə idi yoldaşlar? İsimdir. Deməli, kəm savadı nə hesab elədik? Adi dərəcə. Yaxşı, açıq kitab hansı dərəcədədir? Bu da adi dərəcədədir. Çünki kitab isimdir. Yaxşı, bəs desək ki, açıq göy. Bəli, biz buna deyəcəyik azaltma dərəcəsi. Bəli. Yaxşı. Bəs belə desəz, açıq təbiətli. Bəli. Bu da mürəkkəb sifətdir və adi dərəcədədir. Yaxşı. Bəs desəz ki, tünd xasiyyət. Bu da adidir. Bəs desəz ki, tünd göy çoxaltma dərəcəsidir. Yaxşı. Bəs desəz ki, balaca adi. Yaxşı. Bəs desək ki, xırdaca balıqlar gölməçədə üzürdülər. Xırdaca nə olur? Çoxaltma, düzdür. Yaxşı. Bəs desək ki, meydança
Futbolçularla qulaq bir dəqiqə. Futbolçularla dolu idi. Burada meydança hansı dərəcədədir? Gözü çıxsın yalansa, heç nə demirəm. Meydança axı isimdir. Mən nə deyirəm sizə inanın. Bəs meydança nədir? Ayrıldı işte. Meydança kiçiltmə anlamı bildirən nədir? İsimdir. Bu isimdir. Sadəcə olaraq dalbada sual verib sizin psixologiyası yorub, sonra arxasıca da meydançaya sağ olun sizə qəşəng az qalmışdı artıq özünüzün dərəcə ixtira eləyəsiniz. Artıq siz kalın olasınız, Magellan olasınız. Ay yoxsa meydança nədir? İsimdir. Bildiniz? Deməli, hər dəfə tez-tez deyəndə bu şəkildə qarışdırmırıq təbii ki. İndi gəldik